Salam, hər zaman arzulayırdım ki, evdə özüm üçün tez-tez bu cür köpüklü kofe hazırlayım. Ona görə də nə etdim? Kofe shopu evimə gətirdim. Əziz kofemanlar və bütün izləyicilər, sizin üçün bir mağaza tapmışam ki, orada bütün qiymətlər şəhər qiymətlərindən qat-qat aşağıdır. İzləyin, bəyənməyi unutmayın. Videonun sonunda deyəcəm mağaza harda yerləşir. Çox araşdırmalardan sonra Philips'in məhz bu markasını almağa qərara gəldim. Gördüyünüz kimi su qabını filtr suyu ilə doldurduq, süd qabısını da südlə doldurduq, kofe hissəsini isə kofe dənələri ilə doldururuq. İndi isə keçirik kofelerimizin çeşidlərini seçməyə. Bu kofe süzmə hissəsini öz fincanınıza uyğun ayarlayırsınız. Espresso, kofe, americano, cappuccino, latte və digərlərini, suyunu, kofesini, südünü, köpüyünü özünüz ayarlamaqla bu aparatda siz düz 12 növ kofe hazırlaya bilərsiniz. Bir neçə saniyə ərzində çox gözəl köpük verir və üzərinə də ətirli kofe, bəhbəh latteniz hazırdır. Hətta kofeniz bitsə də köpük isə bitmir ki, bitmir. Aparatda bütün ailə üzvləri öz profillərini yarada bilər. Kim hansı içkini necə sevirsə, bir düymə ilə rahat istifadə edə bilərsiniz. Suyun temperaturunu da özünüz rahat ayarlaya bilərsiniz. Soyuq, orta və qaynar. Gördüyünüz kimi elə də enli deyil, çox yer tutmur. Eni cəmi 23 sm, hündürlüyü isə 37 sm-dir. Aparat özünü təmizləmə funksiyalarına malikdir. Avtomatik olaraq içəridə qalan kofeni təmizləyir. Süd təmizləməni isə özümüz qoşuruq. Kanalda olan südünü yuyub təmizləyir. Lazım olmayanda isə süd qabını çıxarıb soyuducuda saxlayırıq. Təbii ki. Aparatın üyüdülmüş kofe olan hissəsi də var. Üyüdülmüş kofenizi də bu hissəsinə töküb istifadə edə bilərsiniz. Zibil qutusunun isə dolmağı haqqında özü xəbərdarlıq edir. Artıq yığılan suyunu da boşaltmağı unutmuruq. Yuyub tərtəmiz edib yerinə qoyuruq. Bəs o əjdahadan niyə bizdə yox? Sənə əcdaha lazımdır. Yox, mənim evə lazımdır. Elə mənə də lazımdır. Məncə bu əjdahadan bütün kofemanlara lazımdır. Fərqli-fərqli, çeşid-çeşid kofelər hazırlayıb gün ərzində özünüzü bol enerjili və gümrah hiss edin. Mağaza Sədərək Ticarət Mərkəzində yerləşir. Bir çox məişət avadanlıqlarını məhz buradan çox münasib qiymətə əldə edə bilərsiniz. Kofeyə gəldikdə isə artıq neçə illərdir keyfiyyətinə bələd olduğumuz Koferika məhsullarından istifadə edirik.